Salam aleykum əziz kanalımızın izləyiciləri. Qoyunçuluqda ən çox pul qazandıran üsullardan söhbət gedəcək. Bu gün istərdim qoyunçuluqla bağlı və ümumiyyətlə qoyunçuluqla məşğul olan və ya gələcəkdə bu sahəyə başlamaq istəyən hər kəs üçün çox vacib bir mövzudan danışacağıq. Çünki mən görürəm ki, bu qoyunçuluqla bağlı son zamanlar çox yəni diqqət yetirənlər var, maraq göstərənlər var. Bu da yaxşıdır, yaxşı haldır. Bu söhbətə qayıdacağım. Hazırda söhbət qoyunçuluqda daha çox gəlir əldə etməyin yollarından gedir. Yəni söhbət hazırda bundan gedir və bir neçə nüanslara toxunmaq istərdim. Məsələn, bir çox insan düşünür ki, çox qoyun saxlamaq çox qazanc deməkdir. Bu yanlış fikirdir. Yəni çünki dediyim kimi, yəni qoyunçuluq da elə bir işdir ki, elə bir biznesdir ki, onu mütləq sistemli şəkildə qurasan. Əks halda, yəni həmişə dediyim kimi ziyanda olacaqsan və orada xeyir görməyəcəksən. Yəni öncədən biznes planı qurmalısan, başqa digər bizneslardakı kimi mütləq və mütləq biznes planı nəzərə almalısan. Onun damından tutmuş, yem ambarına kimi, yem bazasına kimi, yemi hardan əldə edəcəksiniz və s. kimi, məsələn, iqlimimizə uyğun cins seçmək və s. Bu vacib faktorlardan biridir ki, bunlara da diqqət yetirməlisiniz. Və məsələn, əslində isə əsas məsələ qoyunların sayı deyil. Yəni, əsas məsələ düzgün idarə etmədir. Necə ki, mən həmişə vurğulayıram ki, məsələn, az sayda qoyunla da yüksək gəlir əldə etmək mümkündür. Amma ilk növbədə düzgün cins seçimi çox vacibdir. Məsələn, yaşadığınız bölgənin iqliminə uyğun, sağlam və məhsuldar cinslər seçilməlidir. Sağlam damazlıq heyvanlar gələcək qazancın əsasını təşkil edir. Bu faktdır, yəni danılmaz bir faktdır. İkinci vacib məsələ yemləmədir. Məsələn, qoyunların yemi nə qədər keyfiyyətli olarsa, onların sağlamlığı, çəki artımı və bala vermə göstəriciləri də bir o qədər yaxşı olar. Yəni bu belə deyim də sizə, yəni nə qədər heyvana yaxşı baxsınız, yəni heyvana yaxşı qulluq, yaxşı baxım, yaxşı məhsul deməkdir. Yaxşı da məhsul sizin qazancınız deməkdir. Yəni keyfiyyətsiz yemək qənaət etmək, yəni bu sonradan daha böyük itkilərə səbəb ola bilər məsələn. Üçüncü məsələ də ondan ibarətdir ki, məsələn, xəstəliklərin qarşısını almaqdır. Profilaktik peyvəndlər, parazitlərə qarşı müalicə və baytar nəzarəti bu heyvanların sağlam qalmasına bu kömək edir. Çünki bunlar olmasa, nəzarət olmasa, siz yəni böyük itkilərlə qarşılaşa bilərsiniz ki, bu da sizi yəni ziyana apara bilər. Ona görə xəstəlik baş verdikdən sonra məsələn müalicə etməkdənsə onun qarşısını almaq lazımdır. Yəni həm ucuz, həm də daha səmərəlidir. Dördüncü vacib amil quzuların düzgün böyüdülməsidir. Yəni məsələn bilirsiniz çünki quzu artıq aldığınız məhsul bir neçə ay, yəni gözlədikdən sonra quzular ki, əsas quzudur. Yəni çünki sizin əsas qazancınız quzulardır. Məsələn, quzular həyatının ilk günlərində kifayət qədər, məsələn, həmişə mən bunu vurğulamışam, videolarımda görə bilərsiniz, ağız südü qəbul etməlidir. Təmiz və quru şəraitdə saxlanmalıdır. Mütləqdir, yəni bu quzular üçün ən önəmli faktorlardan biridir ki, atları quru olmalıdır, yaxşı saxlanmalıdır, yerləri skvazinyak deyilən şey, yel belə deyək, olmamalıdır ki, bu da quzularda xəstəliklərə səbəb olur. Məsələn, daha belə güclü böyüyən quzular gələcəkdə də daha yüksək qiymətə satılır. Yəni onu bilirsiniz də yəqin ki. Və hansı sonra məsələlərə toxunmaq istərdim və bir məsələ də onu da vurğulamaq istərdim ki, məsələn, sürünün planlı şəklində idarə olunmasıdır.
yəni məhsuldarlığı aşağı olan qoyunlar vaxtında sürüdən çıxarılmalıdır. Yəni artıq görürsünüz ki, bu heyvan sizə məhsul vermir. Artıq görürsünüz ki, yəni quzunu yaxşı böyütmür və s. südü azdır. Yəni bir sözdən bu heyvan sizə yəni xeyir vermirsə, o heyvanı tez bir vaxtdan sürüdən çıxartmaq lazımdır. Məsələn, bu heyvanı ayrıca bordaq eləyib, kökəldib qəssaba verə bilərsiniz. Yəni ən yaxşı variant budur, çünki həm ədalətli olar. Çünki hər halda elə bir heyvanı ki, hansı ki özünüzə məsləhət görmədiyiniz halda başqalarına da bu heyvanı məsləhət görməyin. Çünki heyvan sağlam olmalıdır. Məhsuldar damazlıq heyvanlar saxlanmalıdır. Yəni sürünü nə qədər yəni diqqət altında olsa, belə heyvanlar saxlanılsa və sizin sürünüz daimi həmişə sağlam olar. Yəni bu hər il təsərrüfatın artırmağına bir səbəb ola bilər. Məsələn, növbəti vacib məsələ otlaqların düzgün istifadəsidir məsələn. Yəni bilirsiniz də, yəni əgər otlaq varsa, onu növbəti şəkildə istifadə etmək lazımdır. Yəni, bu otun bərpasına imkan verir və yem xərclərini azaldır. Və növbəti məsələ də məsələn bazarı düzgün seçməkdir. Bazarı düzgün seçməlisiniz, araşdırmalısınız və ona uyğun hərəkət eləməlisiniz. Bir çox məsələn fermerlər heyvanları ilk alıcıya satır. Halbuki məsəl üçün bayramlar olsun və yüksək tələbat olan dövrlərdə satış qiymətləri daha yüksək olur. Yəni bunlardan səmərəli istifadə eləyin. Yəni çalışın fermerlər, həmişə mən demişəm ki, yəni bir olun, sözünüz bir olsun. Yəni belə bir halda olanda, həmrəylik olanda, yəni bu sadəcə özünüzə yəni xeyir olur. Yəni öz işinizi asanlaşdırırsınız. Yəni çünki düzgün vaxtda məsələn satış etmək əlavə qazanc gətirə bilər. Yəni başa düşdünüz də, yəni nə demək istəyirəm? Digər məsələ isə ki, məsələn əlavə gəlir mənbələridir. Məsələn qoyunçuluqda təkcə diri heyvan satılmır. Onun məsəl üçün yunu da, südü də indi düzdür. Maalesef hazırda bizdə bu yun məsələsində fermerlər əziyyət çəkir, problemlə qarşılaşır. İnşallah güman edirəm ki, gələcəkdə buna da baxılar, buna da bir əngəl olunar inşallah. Yəni buna da bir çarə tapılar daha doğrusu. Və ki, yəni yunu da satmaqda bir çətinlik çəkməsin fermerlər. Çünki o da əlavə bir gəlir deməkdir. Yunu məsəl üçün hal-hazırda qoysaq qırağa, məsələn süddür, pendirdir, bilirsiniz peynidir, yəni damazlıq quzulardır, əlavə gəlir mənbəyi olur. Yəni onu bilirsiniz, ətdən savayı demək istəyirəm. Yəni və məsələn xərclərin qeydiyyatıdır. Hər bir fermer gəlir və xərclərini yazmalıdır. Məsələn, onu mütləq qeyd etməlisiniz. Mən həmişə bunu vurğulayıram. Belə olduqca hansı sahədə qənaət etmək və hansı istiqaməti inkişaf etdirmək lazım olduğunu daha əsasən müəyyən etmək mümkündür. Və ən vacib məsələ səbirdir. Yəni dediyim kimi, qoyunçuluq bir gündə yəni sizə böyük bir qazanc gətirən sahə deyil. Məsələn, düzgün planlanma, zəhmət və davamlı iş nəticəsində təsərrüfat ildən ilə böyüyür və gəlirlik artır. Ona görə məsəl üçün yəni sonunda da yenə bir qısa olaraq istədimsə bir izah eləyəm. Sonunda da onu qeyd etmək istəyirəm ki, qoyunçuluqda uğurun sirri yalnız çox işləmək məsələn deyil, yəni həm də düzgün qərarlar verməkdir. Məsələn, sağlam sürü keyfiyyətli yemləmə, vaxtında baytar xidməti və bazarı düzgün seçmək sizi daha yüksək gəlirə aparacaq. Yəni bilirsiniz, bunlar hamısı bir-birini tamamlamalıdır. Yəni bunları siz mütləq yəni bu sistem şəklində inşallah belə idarə etmək olsa, əlbəttə ki, sizin üçün də asan olar. Və bu qədər. Düşünürəm ki, yəni növbəti videoda sizə çalışdım, yəni izah eləyəm ki, maariflənəsiz. Yəni bizim bu kanaldan səmərəli istifadə edin, çünki bacardığım qədər belə faydalı növbəti videolar yəni çəkiliş edirəm ki, sizə də faydalı olsun, yararlanasınız. Sizdən yəni
Əgər bu video həqiqətən də sizin üçün faydalı oldusa, bəyənməni, paylaşmağı və kanala abunə olmağı unutmayın. Sizdən sadəcə istəyimiz budur, yəni dəstək olasınız. Əlbəttə ki, növbəti videolarda qoyunçuluq və heyvandarlıq haqqında daha maraqlı və faydalı mövzularla yenidən görüşəcəyik. Sağ olun, Esselamu Aleyküm və Rahmetullahi və Barakatuhu. Sağlam olun, salamat qalın. Allah sizin təsərrüfatınıza bərəkət versin, sizə güc, qüvvət versin. İnşallah növbəti video bu yaxınlarda yenə bir mövzu ilə